Hamıya salam dostlar, bugün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım. Bugün dostlar, əgər hər hansı bir klub gələcək, əgər onu doğru təxmin eləsəm, o klubdan bir futbolçu alacağam. Keçək videoya. Bəli, 3 klubumuz. Bu arada bu Barcelona klubudur. Mustafa Yağız HD kanalından izləyirik. Ona da çox təşəkkür edirəm. Barcelona klubu doğrudur. Dostlar, məqsədimiz bugün biz bu belə loqolar təxmin edərək komandamızı quracağıq və maça girəcəyik. Əgər maçı qazansaq, görevimiz başarılı olacaq. Yəni mən biraz eski sürümdür bu. Amma indi Barcelonadan olan Lionel Messi'ni alacağam. Alaq. Dəqiqə. Okey, Messi'ni komandamıza daxil elədik. Bu bizim ilk futbolçumuz idi və Barcelonalı idi. Keçək digər loqoya. Amma ondan öncə Messi'mizi bura qoyaq. Bəli, bir sonraki loqomuz gəldi. Bu loqo Paris Saint-Germain'dir. Və bunu da doğru bildik. Gəldik. Bu arada Paris Saint-Germain'dən ya Neymar alacağım, ya Mbappé'ni, amma böyük ehtimal Neymar alacağım. Uşaqlar, əmək çəkirəm indi məndə burada, əməyim var. Ona görə əməyimin qarşılığında kanala abunə olub like atsanız çox sevinərəm. Neymar da komandamıza daxil etməyə bacardıq. Və Neymar da öz yerini tapır. Bir sonraki komandamız Liverpool'dur. Və bu doğrudur. Keçək Liverpool'dan bir futbolçu alaq. Əlbəttə Liverpool deyəndə ağla gələn ilk futbolçu Muhammed Salahdır. Onu da komandamıza daxil etməyə bacardıq. Və Muhammed Salah da komandamıza yerləşdirdik. Və daha zor səviyyəyə keçdik. Bu Ajax'dır. Daha zor səviyyəyə keçdik. Ondan biraz daha zordur. Ajax'dan bir futbolçu alaq. Sonra Ajax'dan bir futbolçu tapamadım. Ona görə istədiyim bir futbolçunu alacağım. Burada böyük ehtimal Ronaldo alacaqdım. Amma bu ədalətsizlik olardı. Yəni rahat seçim aldım deyərdik. Ona görə mən qapını möhkəmləndirib David De Gea alacağım. Və De Gea'yı da qapıya yerləşdiririk. Və bir sonraki klubumuz bir dəqiqə. Porto. Oxo. Yaddan çıxartmışdım az qalsın. Porto'dan da kimi alacağımız bəllidir. Müdafiənin gözü olan Pepe'ni alırıq. Və onu da komandamıza daxil edirik. Bir sonraki komandamız Borussia Dortmund'dur bu. Düzdürmü? Düzdür. Bu səfər də Dortmundda oyuncu tapa bilmədim. Əslində Erling Haaland alacaqdım. O da keçmiş də oynamışdı Dortmundda, amma yoxdur. Ona görə başqa bir futbolçu alacağım. Əvəzinə məncə Luka Modric ya da Gareth Bale ya da Luka Modric gəlsə yaxşı olar. Və Luka Modric də orta sahaya qoyuruq. Bir sonraki komandamız Real Madrid İspan Liqasının gözü dəqiqətən. Real Madrid'dən kim alacağım bilmirəm. Bu arada indi deyirsiniz ki, yəni oradan-buradan futbolçu alır. Məsələn, indi Dortmundda oynamır. Yəni indi Dortmundda yox, vaxtında oynayıb məsələn Dortmundda ya da Real Madriddə belə oyunçular da ala bilirəm. Bizə Gareth Bale, Toni Kroos, Isco, Karim Benzema, amma Cristiano Ronaldo da komandamıza daxil elədik. Və Messi'nin yanına Ronaldo'nu qoyuruq. Artıq bizim alacağımız 4 oyuncu qaldı. Keçək. O 4 loqonu tapaq. Yeni bir video buldum. Yeni bir video tapdım. Bu video bakalım kanalındadır. Bu da Manchester United'dır. Yəni böyük ehtimal düzdür. Manchester United takımından bir oyuncu aldıq. Dostlar, yaxşı bir Manchester United'lı oyuncu tapamadım. Onca Bruno Fernandes alıram. Həqiqətən pis oldu yəni. Komanda çox yaxşı gedirdi, amma zəif bir oyuncu gəldi. Və Bruno Fernandes də orta sahalara bir yerə qoymaq istəyirəm. Amma yox, bura qoyarıq. Və bizim alacağımız tam 3 oyuncu qaldı. Bu Manchester City'dir. Mənim fikrimcə belə komandalarda abadal deyək, yoxsa elə çox gec olacaq. Manchester City. Bir sonraki Liverpool'u demişdik, City'dən oyuncu alacağıq. Chelsea, Manchester City, bu da Chelsea'dir, bəli. Və bu da Roma'dır. 3 dənə bildik. Bu da Roma'dır, bəli. Bir dəqiqə dostlar. City'dən Kevin De Bruyne alıram. Milan'dan Lukaku'nu alıram.
Bu Juventus'tu. Son komanda yadımdan çıxdı. Ona görə Juventus'tan bir futbolcu alacağıq. Dostlar yadıma düşdü. Roma idi. Roma'dan da Dybala'yı alacağım. Dybala'nı da tapamadım. Ona görə Daniel De Rossi'ni alıram. Və bu futbolçuları komandaya yerləşdirirəm. Kevin De Bruyne əslində ortada olmalıdır. Amma yəni, məcbur bunları belə dəyişdirək. Və Rossi'ni də müdafiəyə məcbur qoyuram. Komandamız belə oldu. Keçək maça. Belə maçımız Willem'lə oynayacağıq maçı. Keçək maça. Haydi. Bu arada yağış yağır. Səsə görə üzr istəyirəm. Kanala abunə olub like atsa çox sevinərəm. Yəni maraqlı serilərim varsa yorumla. Maraqlı serilərim varsa yorumlara yazın. Ronaldo ilə vuracağam. Modric vurmur. Məzələnmə. Modric yox. Cristiano səvrək vuruşçusu. Modric daha vurur. Yaxşı vurur amma yox Messi alam. Okay, Messi. Oyuncu dəyişdi. Lionel Messi. Haydi Messi. Dirək. Biraz daha az vursaydım başa gol izləyə bilərdik. Çalışacağım belə illəri kəsib. Haydi Modric. Verdi pası. Ronaldo dönə bilmədi. Ronaldo aldı topu. Verdi pası. Lionel Messi. Messi gedir. Lionel Messi. Hesabı atmaq bacarır Lionel Messi. 1-0. Ay az qalsın hücuma çıxırdıq. Aldı Ronaldo. Messi. Muhammed Salah. Vur Salah oradan. Muhammed Salah. İnanılmaz bir gol. Oha. Oy. Davam edək. Aldıq topu. Agave verəmədik. Bir daha aldıq. Verdiyi pası. Kevin De Bruyne. Cristiano Ronaldo. Ara pası Neymar Junior. 3-cü gol. İndi rəqibin hücumunu izləyirik. Yaxşı qurtardıq sağımızı. Yenə itirdik topu. Ayaqdan necə çıxarda bilərlər bu topu axı. Və qazanmağı bacardıq. Lionel Messi döndü pası verdi Ronaldo. Neymar kaçtı çattı topa. Neymar verdi pası Muhammed Salah. 4-cü gol Muhammed Salah. Və ilk hissə bitir 4-0 öndəyik. İkinci hissə başladı. Həqiqətən 4-0 əla bir hesabdır. Qayda pozulub. Ayda tam hücuma çıxırıq. Topu bizdən almağı bacarırlar. Həqiqətən çox pis olur da o. İndi Luka Modric. Verdi pası. Messi 5-ci gol. İndi rəqibin ucu. Haydi Allah topu. Oha. Aldıq. Pepe. Gördü. Modric. Gördü. Ronaldo'nu. Ronaldo bu maçı heç gol vuramayıb. Ged Ronaldo. Oha. Ayağını qırardınız futbolçunun. Kim vurur? Buradan Ronaldo vuracaq. Haydi Ronaldo. Modric sən vurmursan. Ronaldo gəl vur buradan. Təsəvvür edin buradan bir gol izləyirik. Ayda çox bastım. Ya da əslində az basmışdı bə. Eyb yox. İndi rəqibin hücumudur. Dəqiqə. Oyuncu dəyişdirməyəcəm. Aldıq. Əla. 6-cı gol gəlsin. Haydi Messi. Messi ayda. Amma bir dəqiqə aldı Messi. Yenə itirdi topu. Salah son dəqiqə, son 2 dəqiqə. Ronaldo. Bu maçda heç gol vurmamışsan. Ronaldo inanılmaz bir gol. Və bitirir mi hakim oyunu? Bitirir mi? Niyə dondu bu? Okey. Haydi bitir hakim. Bitir və bitdi. Rəqibimizi 6-0 məğlub elədi. Əgər bu video bəyəndinizsə, daha ikinci bölümünü istəyirsə yorumlara yazın. Sağ olun, salamat qalın.